Salam dəyərli müəllimlər. Bu gün cəlb elədik test toplusundan saat qurşaqlarına aid məsələmizin izahına baxacağıq. İlk öncə sualın şərtinə baxaq. 8-ci saat qurşağında yerləşən Çinin Pekin şəhərində bir qrup turist 2021-ci ildə burada qarşılamışdı. İlk öncə Pekin şəhərin coğrafi koordinatlarını çəkək. 40 dərəcə şimal enliyi, 120 dərəcə şərq uzunluğu. Yəni 120 dərəcə şərq uzunluğu necə tapırıq? 8-ci saat qurşağı verib. Biz əgər istənilən saat qurşağını veribsə, istənilən coğrafi meridianı tapa bilərik. Bunun üçün 8-i mütləq 15-ə vurmalıyıq. 8-i 15-ə vurduqda 120. Daha sonra Pekin şəhərində coğrafi koordinatını qeyd elədik. Daha sonra 01:01 2021-ci ildə saat 00:30-da havaya qalxan təyyarə 8 saat getdikdən sonra 16-cı saat qurşağında yerləşən San Fransisko şəhərində yerə enmişdir. Yəni Pekin şəhərində 01:01 idi. 2021 idi. Və buradan 00:30-da havaya qalxan təyyarə 8 saat yol gedib. 8 saat yol gedibsə 16-cı saat qurşağında da yerə inib. Deməli 24 ümumi saat qurşağı var və bundan da 16-cı saat qurşağını çıxmalıyıq. Yerdə qalır 8-ci saat qurşağı. 24-dən biz niyə 16-nı çıxırıq? Ona görə çıxırıq ki, verilən saat qurşağı əgər 12-dən böyükdürsə, bu bir qaydadır. 12-dən böyükdürsə, demək ki 24-dən həmin o verilən saat qurşağını çıxırıq. Yox, əgər verilən saat qurşağı 12-dən kiçikdirsə, sadəcə 15-ə vururuq. Burada isə 24-dən 16-nı çıxmaq məcburiyyətində qalırıq, çünki 12-dən böyükdür. Yerdə qalır 8, 8 də buradakı qayda ilə yenə də 15-ə vururuq, 120. Bu dəfə 120 dərəcə qərb uzunluğundadır. Yanınıza saxlayın. 12-dən əgər böyükdürsə, bu qərb yarımkürəsidir. 12-dən kiçik isə şərq yarımkürəsi sayılır. Deməli, bizim San Fransisko şəhərimiz 120 dərəcə qərb uzunluğunda yerləşir. Belə bir qayda da var ki, verilən qərbdəki məntəqə şərqdəki məntəqədən həmişə geri olur. Yəni, istənilən vaxtı qərbdəki məntəqə şərqdəki məntəqədən geridir. Bunun üçün burada verib saat artıq 00:30-dursa, 00:30-dursa, demək ki, tariximiz isə 8 saat geridir. O 8 saatı biz necə tapırıq? Təyyarənin havada olduğu müddət də belə demək ki, zaman hesab olunur. Məsələn, əgər burada saat 3-dürsə, növbəti məntəqədə məsələn, saat 3-də havaya qalxan təyyarə filan məntəqədə yerə enirsə, yəni təyyarənin havada qaldığı müddəti də onun üzərinə gəlməliyik. Yəni 8 saat oradan hesablanır. İndi qərbdəki məntəqə şərqdəki məntəqədən geri olduğu üçün həmin bu 8 saatı biz məcburən 00:30-dan, yəni 00:30-dan 8 saatı çıxmalıyıq. Yerdə neçə saat qalır? 16:30. Demək ki, San Fransisko şəhərində 16:30-dur. Saat olaraq 16:30-dur. Bəs ayın tarixi, bizdən çünki ayın tarixini də soruşur. Ayın tarixini soruşursa, tarix də bir gün geri olacaq. Yəni, məsələn, 01:01:2021 buradadırsa, 8 saat geri olduqda artıq 16:30 sayılacaq. Yəni, San Fransisko şəhərində hələ 7 saat 30 dəqiqədən sonra yeni ili qarşılayacaqlar. 01:01:2021-dən 8 saat çıxdıqda, özünüz də hesablasaz burada, düşür ayın 31-i, 12-ci ay və 2020. Yəni, bunların hələ yeni ili qarşılamaqla 7 saat 30 dəqiqə var. Yəni, biz 7 saat 30 dəqiqəni haradan tapırıq? Necə tapırıq? 24-dən 16:30-u çıxırıq. Yerdə nə qədər qalır? 4 bu, 3 bu, 7:30. Yəni, əslində deyə bilərsiniz ki, 24 deyilən bir şey yoxdur. Bəli, 00:00 gedir də bu. Elə 24 bu deməkdir. Bəzən işimizi asanlaşdırmaq üçün 24 yazırıq. 24-dən də 16:30-un çıxdıqda qalır 7 saat 30 dəqiqə. Yəni 7 saat 30 dəqiqədən sonra hələ bunlar
2021-ci ili qarşılayacaqlar. Yekun nəticəmizi qeyd edək. Demək ki, saat olaraq 16:30-dur. Tarix isəyə təxminən bir gün geri. Yəni 31.01.2021 buradaydısa, burada isə artıq hesablanır. Deməli, burada 01.01.2021-ci il isə burada da olacaq 31-12-ci ay və 2020. Cavab deməli D variantı. İzlədiyiniz üçün çox sağ olun.